Baş gicələnmə termini çox zaman səhv interpretasiya edilir. Klinik praktikada pasientlərin başım gicəllənir ifadəsi altında çox fərqli sensor, motor və vegetativ pozuntular gizlənə bilər. Məhz bu səbəbdən hər bir baş gicələnmə simptomuna yanaşma standart algoritmlərdən çıxaraq daha diferensial və multidisiplinar olmalıdır. Bir çox nevroloq bu vəziyyəti ya periferik vestibülər disfunksiya, ya da servikogen baş gicələnmə kimi stereotip yanaşmalarla izah etməyə çalışır. Halbuki beynin serebellar, beyin kötüyü və vestibülokortikal sahələrinin funksional əlaqələri dərin analiz olunmadan bu cür pasientlərin 30-40%-i yanlış yönləndirilir ya da diaqnozsuz qalır. Elmi əsaslara söykənən struktur yanaşma belədir. Birincisi, subyektiv şikayətlərin təhlili. Dizin dedikdə pasient hansı hissi izah edir? Yüngül baş, qeyri-sabitlik, dönmə hissi ya da boşluğa düşürəm kimi metaforlar mı? İkincisi, temporal xarakteristikası. Ani və qısa epizodlardır mı? Yoxsa saatlarla, hətta günlərlə davam edən dərin vestibülər disfunksiyadır mı? Trigger mexanizmləri başın mövqeyinin dəyişməsi ilə yaranırmı? Burada ən çox nədən şübhələnirik? Benign paroksimal pozisional vertigo. Yoxsa ayağa qalxanda yaranırmı? Burada da ortostatik hipotoniyadır mı? Nevroloji və sistemik əlamətlərin birlikdə olması. Diplopiya, dizartriya, ataksiya, hemiparez kimi nevroloji simptomlar varsa, mərkəzi sinir sisteminin vaskulyar və ya demiyelnizam xəstəlikləri inkar olunmalıdır. Bunu inkar edə bilirsən, yoxsa inkar edə bilmirsən bunları. Yəni, bunları bir inkar eləmək haqqında düşünmək lazımdır. 5-ci əlamətlərdən vegetativ simptomların analizi. Bura nə aiddir? Tərləmə aiddir, taxikardiya, ürək bulanma, tremor və s. ilə müşahidə olunursa, bu artıq vegetativ sistemin iştirakı və yaxud da ki, panik atak, psixogen vertigo ehtimalını gündəmə gətirə bilər. Vestibülər diaqnostikaya interdisiplinar yanaşma xüsusilə vacibdir. LOR müayinələri, ENG müayinələri, VNG müayinələri, audiometriya, beyin MRT-si və serebral perfuziya testləri bu sahədə həkimlərə çox vacib ipuçları verir. Nevroloqların bu texnologiyaların interpretasiyasına və bələd olması lazımdır. Təəssüf ki, qeyd etdiyimiz kimi bir çox hallarda bu simptomlar ya sıradan sayılır, ya da ki, psixoloji deyib ötürülür. Halbuki dizzinez həm nevroloji təcrübənin, həm də klinik incə müşahidə qabiliyyətinin imtahanıdır. Vacib olan bir detal da budur. Vertigo və dizzinez xəstələri sizi diaqnoz üçün deyil, doğru izahat üçün seçirlər. Çünki çoxu artıq müalicə alıb, lakin problemin adını və səbəbini hələ də bilmirlər. Mənim məqsədim bu videolarda sadəcə maarifləndirmək deyil,
həm də nevroloji düşüncə tərzini yeniləməyə çağırmaqdır. Çünki dizzinez xəstəsi həkimə inandıqda deyil, həkimin nə dediyini başa düşdükdə sağalmağa başlayır. Hamınıza sayğılar, sevgilər. Allah sizi qorusun.